Tanrının məbədi adlandırırlar. Belə işlər Azərbaycanın ən böyük monastır kompleksi Xudavəng monastırında. Alban mədəniyyətinin ən möhtəşəm abidələrindən biri Xudavəng. Və bitməyən erməni vandallığı. Qafqaz Albaniyasının memarlıq izlərini yaşadan bu ibadətgah Kəlbəcər rayonunun Vəng kəndində yerləşir. Mənbələrdə İsa Məsihin həvarilərindən olan Faddeyin şagirdi Dadi tərəfindən əsasının qoyulduğu qeyd olunub. Dadi isə şərqə xristianlığı yaymaq üçün göndərilmiş 70 həvaridən biri idi. Dadi vəfat etdikdən sonra onun məzarı üzərində məbəd inşa olunur. Günümüzə çatan abidə isə həmin məbədin qalıqları üzərində ucaldılıb. Xristianlığın qəbuluna qədər mövcud olan qədim kult yerində 6-7-ci əsrlərdə tikilib bu monastır. Ərəb xilafətinin süqutundan sonra Alban Xaçın sülaləsi dirçəlir və Xudavəng də onların nəzarətinə keçir. Bu monastırda yepiskopun iqamətgahı və dini mərkəz fəaliyyət göstərib. Monastır 13-cü əsrdə Mehranilər sülaləsindən olan Böyük Həsənin oğlu Bəhram tərəfindən yenilənib və orada əlavə binalar tikilib. Xudavəng monastırı 15-ci əsrədək Alban knyazlığının dini məbədi olub. Monastır ərazisində Xaçın məliklərinin hökmdarlarına aid çox sayda kitabələr olub. Monastırın cənub divarındakı kitabədən məlum olur ki, Xudavəng, Xatırvəng, Gedamaç kimi Alban abidələri Xaçın knyazlarının nəsil mirası atataxtı olub. Sonrakı dövrlərdə monastırda bir neçə dəfə təmir bərpa işləri aparılıb. Monastır ərazisinə ümumilikdə 9 tikili daxildir. Onlardan 5-i əsas, digərləri isə köməkçi və xidməti tikililərdir. Monastırın ətrafı Alban ibadətgahlarında olduğu kimi qaya daşından hörülən hündür divarlarla əhatələnib. Kompleksin baş kilsəsi 1214-cü ildə Knyaz Vaxtangın həyat yoldaşı Arzu Xatunun sifarişi ilə inşa edilib. Arzu Xatun bu məbədi Knyaz Vaxtangın və 2 oğlunun xatirəsinə tikdirib. Kilsənin şərq fasadında Knyazın, cənub fasadında isə Arzu Xatunun 2 oğlunun təsvirləri olub. Ermənilər 2020-ci ildə Kəlbəcəri tərk edən zaman həmin freskaları söküblər. Sökülmüş freskaları Arzu Xatun və qızlarının hazırladığı ehtimal olunur. Kompleksin əsas binalarından biri də Alban bazilikasıdır. Tikintidə istifadə edilən daşlar Tərtər çayının sahilindən gətirilib. Sonradan kompleksə Müqəddəs Qriqoris və Həsən Cəlal kilsəsi əlavə edilib. Amma 9 abidənin hamısı dövrümüzə yaxşı vəziyyətdə gəlib çatmayıb. Monastır orta əsrlərdə də dəfələrlə erməni vandallığına məruz qalıb. 1836-cı ildə Rusiya imperiyası müstəqil Alban kilsəsini ləğv edir. Albanlara aid olan tikililər və əlyazmalar isə erməni kilsəsinə verilir. Bundan sonra ermənilər Alban abidələrini öz adlarına çıxarmağa başlayırlar. Uzun illər ermənilər Xudavəng məbədini Qarabağdakı digər Alban monastırları kimi dünyaya erməni monastır kompleksi olaraq təqdim ediblər. Amma Xudavəng məbədinin kitabələrində qeyd olunan Hasan, Şəms, Tursun, Altun kimi türk adları bu
bu məbədin əsasının türklər tərəfindən qoyulduğunu sübut edir. Ermənilər Xudavəng məbədindəki ornamentli xonça, həyat ağacı təsvirli xaç daşlarını Eçmədzisinə aparırlar. Dırnaqarası bərpa işləri 1997-ci ildən düz 2011-ci ilə qədər davam etdirilir. Özü də erməni Apostol kilsəsinin nəzarətində. Hətta onlar Alban mədəniyyətinin inkişafında böyük rolu olan və Alban kilsələrinin müstəqilliyini təmin edən Həsən Cəlalı da Həsən Cəlalyan kimi qələmə verirlər. "30 illik işğal dövründə Erməni Apostol kilsəsinin dəstəyi ilə Arzu xatın Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililərin üzərinə saxta elementlər əlavə edilib. "2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Kəlbəcər rayonu işğaldan azad edilir. Yaşasın Azərbaycan! Yaşasın canavar başkomandan! Kəlbəcər işğaldan azad olunandan sonra onlara köçmək üçün verilən vaxtdan sui-istifadə edərək bütün Alban kilsələrindən kilsə avadanlığını, Xudavəng məbədindən isə dəyərli freskaları və kilsə zənglərini söküb aparırlar. ilin dekabrında İrəvanda keçirilən Dadivəngdən İrəvana adlı sərgidə Xudavəng monastır kompleksindən oğurlanan zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycana məxsus digər mədəni irs nümunələri nümayiş olunur. Xudavəng monastırının freskaları İtaliyanın Padua şəhərində keçirilən 7-13-cü əsrlərdə erməni xristian kilsələrində freskalar adlı sərgidə qədim erməni incəsənət nümunələri kimi təqdim edilir. 2020-ci il dekabrın 4-də Qafqaz albanlarının mədəni varisləri olan Azərbaycan Udi icmasının nümayəndələri kompleksi ziyarət edərək monastırda liturgiya keçiriblər. ...2021-ci il yanvarın 8-də isə Azərbaycan Udi icmasının üzvləri monastırda İsa Peyğəmbərin Mövludu gününü qeyd ediblər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva 2024-cü il sentyabrın 2-də Xudavəng monastır kompleksində olublar.